Salam əziz valideynlər və şagirdlər. Bugün keçirilən lise qəbul imtahanının cavablarını sizinlə paylaşmaq istəyirəm. Sınaq ümumiyyətlə imtahan daha doğrusu normaldır. Azərbaycan dili riyaziyyat bilmirəm nə səviyyədədir, amma Azərbaycan dili çox əla proqrama uyğun səviyyədədir. Yəni mən burada çətinlik dərəcəsi belə dəhşətli olan bir sual görmədim. Demək baxdıq birdən. Birdə deyilir ki, sifətdən düzələn isimləri müəyyən edin. Baxsaq müəllimlik, daşlıq, paxıllıq və narahatlıq hamısı isimdir, amma bizə sifətdən düzələn lazımdır. Biz bilirik ki, düzəlmə deyərkən də son leksikdən əvvələ baxırıq. Deməli, burada leksik şəkilçimiz likdir, müəllim ismindən yaranıb, ona görə götürə bilmərik. Həmçində daşlıqda daş ismindən yaranıb götürə bilmərik. Demək, paxıllıq ismi paxıl sifətindən, narahatlıq ismi isə narahat sifətindən yaranıbdır. Narahat düzdür, ön şəkilçi var, amma yenə də deməli, narahat sifətdir. Lıq ismi ondan yaranmışdır. Deməli, 2, 4, elə C doğru cavab versiyasıdır. Numerativ sözün yanlış işləndiyi bəndi müəyyən edin. Burada da cavabımız elə mən işarələmiş test üzərindən elə izah verəcəm. Səhv düzünə varsa da yönləndirəcəm. Burada elə götürülən D cavabı doğrudur. Çünki baş bilirik ki, heyvanlarla işlənən numarativdir və bu formada da dilimizin qaydası pozulmuş sayılır. 5 baş ailə ola bilməz. Amma bir dəstə adam, bir sap mirvari, bir dəst kostyum doğrudur. Deməli, 1 C, 2 D doğru cavab versiyasıdır. Hansı bənddə hər iki söz hal şəkilçili yer zərfidir? Bizə sırf yer zərfləri lazımdır. Geri və aşağı yer zərflərdə amma hal şəkilçisi yoxdur. İrəlidə yer zərfidir, amma burada döyüşdə pozur. Kənddə, şəhərdə hal şəkilçilidir, amma bunlar sadəcə yer mənalı isimlərdir. Yuxarını və buraya biri təsirlik, biri isə yönlü hallı yer zərfləridir. Elə 3də C doğru cavab versiyasıdır. Hansı sözdə idi hissəcinin işləndiyini əminliklə söyləmək olar? Bir çox uşaqların səhv elədiyi variant budur, amma testin üzərindəki versiya doğru cavabdır. Gəlin variantlardan baxaq. Deməli, gəlirdi sözündə yerinə görə burada gətirdi, gəlirdi. Bu biraz qaranlıqdır. Bir dəqiqə qoyun mən bu suala baxım. Burada deyəsən gətirdi olmalıdır. Gətirdi olduqda di sadəcə zaman şəkilçisidir. Keçmiş zamanda yox, gəlirdi olsa da, biraz bu qaranlıq düşmüşdü məndə də. Gəlirdi olsa da, istənilən halda gəlir idi də düşünə bilərik. O zaman da ir zaman olacaq, d hissəci olacaq. Amma burada səhv eləmirəmsə gətirdi də. Bunu dəqiq deyə bilmirəm, amma qalırdı da fakt bilirik ki, deməli qalırmaq deyə sözümüz yoxdur deyə biz orada d-yə həm də zaman kimi yanaşa bilmərik. Burada sadəcə qalır ididir və idi hissəcinin olmağı faktdır. A doğru cavab versiyamızdır. Bağırda da sadəcə keçmiş zamandır. Bitir ididə də yenə ikili məqamdır. Əgər iri leksik götürsək bitirdi, d zaman olacaq. Yox, irindiki zaman kimi düşünsək bitir idi və o zaman artıq idi hissəcidir. Yəni bunda ehtimaldır deyə götürə bilmərik. A-da isə qalırdı da dediyimiz kimi qalırmaq feili yoxdur deyə ir sadəcə qrammatik şəkilçidir. O zaman zaman d isə hissəcikdir. Yəni 4də A doğru cavab versiyasıdır. 5də xəbərli şəkilçili sifətin işləndiyi, mühəndisik xəbərli şəkilçisidir, səliqəlimiz mənsubiyyətdir, savadsızlıqdır xəbərli şəkilçisidir, bir də hazırlıqsızdır xəbərli şəkilçisidir. Amma bizə sifət lazımdır. Mühəndis isimdir, götürə bilmərik. Savadsızlıq isimdir, götürə bilmərik. Elə C hazırlıqsızdır sifəti doğru cavab versiyasıdır. Hansı cümlədə taxta sözü qeyri-müəyyən yəlik halda işlənmişdir? Bilirik ki, qeyri-müəyyən yəlikdə işlənmək üçün də mütləq önündə daha doğrusu sözündən sonra mənsubiyyət şəkilçili söz tələb edir. Taxta satışı, yəni həm də qeyri-müəyyəni tapmağın bir yolu da onun əvəzliyini yerinə qoymaqdır. Rahatlıqla qoya bilirsə, deməli qeyri-müəyyən yəlikdir. Onun satışı xeyli azalmışdı. Elə A doğru cavab versiyasıdır. Güclü külək taxta evləri uçurdu. Burada taxta evlərdə taxta sifətləşmiş isimdir və sadəcə adlı haldadır. Taxtanın qoxusu adamın xoşuna gəlir. Bəli, burada yəlikdir, amma müəyyəni yəlikdir. Maşına xeyli taxta yüklədik, onu yüklədik. Qeyri-müəyyən təsirlik olduğuna görə bunu da götürə bilmərik. Elə 6da da A doğru cavab versiyasıdır. Hansı sözdə dadə ədat kimi işlənmişdir? Bilirik ki, dadə ədat olarkən də adətən feillərdən sonra gəlib qüvvətləndirmə məzmunu daşıya bilər və yaxud da əmr məzmunu daşıya bilər. Bizə də növbə çatacaq. Burada sadalama məzmunudur, bağlayıcıdır. Deməli, bir dostuna da bax, o dostuna yenə sadalama məzmunudur. Kənddə, şəhərdə sadalama məzmunudur. Yəni A-da bu edə verilən dadələr yerinə görə bağlayıcı. Öyrən də sonra gec olacaq. Burada isə əmr məzmununda işlənən dadə ədatıdır. Yəni C doğru cavab versiyasıdır. Hansı söz səhv yazılmışdır? Elə
A variantını götürən şagirdimiz düz götürübdür. Çünki biz bilirik ki, azaltma dərəcəsində açıq, çoxaltma dərəcəsində isə tünd dərəcə yaradarkən mütləq formada defislə yazılmalıdır. Tünd qarada heç bir yanlışlıq yoxdur. Eyni də deməli açıq-aşkarda defislə yazılmağında problem yoxdur. Açıq ürəklidə yerinə görə bitişik yazılan nümunələri də var. 8-də də A doğru cavab versiyasıdır. 9-da hansı cümlədə 3 müxtəlif halda işlənmiş isim var? Yenə şagirdimizin götürdüyü C cavabı doğru cavabdır. Çünki eynəyin çərçivələri qızıldan idi nümunəsində eynəyin yiyəlik, çərçivələri adlıq, qızıldan material bildirin isim çıxışlıq haldadır. A-ya baxsaq, dəftərləri şkafın yuxarısında qalmışdı. Burada cəmi 2 ismimiz var, dəftər və şkaf. Yuxarı zərfdir deyə avtomatik bunu çıxırıq. Uşaq sevincini hamıdan gizlətmişdi. Yenə burada uşaq və sevinç cəmi 2 ismimiz var. D-də imtahan nəticələri uşaqların çoxunu sevindirdi. Burada bəli 3 ismimiz var, amma imtahan nəticələrində imtahan qeyri-müəyyənlik 1, nəticələri adlıq hal 2, uşaqların yiyəlik yenə eyni imtahanla eyni halda olduğuna görə saya bilmərik. Çoxunu da bəli təsirlik halda, amma isim yox say olduğuna görə götürə bilmərik. Yəni burada 2 yiyəliyimiz, bir dənə adlığımız var. Yəni C doğru cavab versiyasıdır. Onda da yenə şagirdin götürdüyü C cavabı doğrudur. Çünki çağırdı qarı, yəni deməli qaçdı o. Biz də demişik ki, standart mürəkkəb cümlələrdə hər tərəfdə mübtəda xəbərimizi görməliyik. A-da məsələn külək getdikcə gücləndi, ağacların meyvələrini yerə tökdü. Güclənən də tökən də küləkdir, həmciz xəbərli sadə cümlədir. Gözəl saçlarını daradı, paltosunu geyinib evdən çıxdı. Darayan da çıxan da gözəl həmciz xəbərli sadə cümlədir. Geyimlər, əşyalar ortalıqda idi. Geyimlər və əşyalar isə sadəcə həmciz mübtədalardır. C doğru cavab versiyasıdır. 11-də dəyanətlilik sözü idi. Dəyanətlilik versiyasında tələffüz olunur sözümüz. Hər iki şəkilçidə fərqli tələffüz var və bizə bunun fonetik təhlili ilə bağlı səhvi soruşurdu. Demək, bir də deyilir ki, cingiltili samitlərin heç birinin qarşılığı yoxdur. Ən azından D cingiltilidir, əvvəldə işlənən D və yaxud da şəkilçidə işlənən D, istənilən halda T kar qarşılığı var. Səhvdir, ona görə götürərdik. Dəyanətlilikdə A uzanır, deyir, uzanan saitimiz açıqdır, doğrudur, qalındır, doğrudur, dodaqlanmayan da doğrudur. Bizə yanlışlar lazımdır. Kar cingiltili samit cütlüyü işlənmişdir. Ən azından dəyanətlilikdir. Buradakı T və D-lar yerinə görə cütlükdür, götürərik, doğrudur. Daha doğrusu götürmərik. Şəkilçilərdən yalnız birinin deyilişi yazılışı fərqlənir, səhvdir. Çünki dəyanətdə li keçir di versiyasına, liç keçir lih versiyasına. Hər ikisində fərqlənmə olduğuna görə 4 yanlışdır. Həmçində 5 yanlışdır. Çünki deyir xışdırıq samitinin qarşılığı, yəni y-ya diqqət çəkir. Amma biz bilirik ki, ümumiyyətlə k-ya əvəzlənməsi sadəcə özündən sonra sait gələn versiyalarda keçə bilər. Deməli 1, 4, 5, yəni A doğru cavab versiyasıdır. Mətni artıq bir də oxumağa məncə ehtiyac yoxdur. Çünki şagirdlər mətnindən tanışdılar. Ona görə birbaşa buradan elə cavablar üzərinə baxsaq. 12-də deməli son abzasda buraxılan uyğun söz lazımdır. Deməli ticarət markasının üzərində səmimi görünüşü olan şəkilləri ilə diqqət çəkirdi. Elə B doğru cavab versiyamız olacaq. 13-də deyir mətndə belə bir fakt yoxdur. Deməli Orville popcorn sahəsinə böyük maraq göstərirdi. Bəli, elə ilk əvvəldə də var ki, ticarət sahəsinə xüsusilə popcorna maraq göstərirdi. Bu doğru cavabdır. Deməli bizə fakt yoxdur lazımdır. Cavabımız elə burada B variantı olacaq 13-dədir. Çünki reklamlardan xeyli gəlir əldə edirdi. Yoxdur. Bəli, nəvəsindən reklamlara çəkilmə hissəsi var, amma reklamdan əldə olunan qazanc orada yoxdur. Elə şagirdimiz burada düz götürmüşdü. Redenbacher nəvəsi ilə reklamlara çəkilirdi. Doğru cavab idi. İnsanlar onun kimliyi ilə maraqlanırdılar. Bu da doğru cavab idi. Bizə fakt yoxdur lazımdır. Ona görə də elə 13-də də B doğru cavab versiyasıdır. 14-də hansı cümləni mətnin nəticə hissəsinin əvvəlinə, yəni bu abzasımızın qabağını artırmaq olar. Burada da biz baxsaq, bundan əvvəlki abzaslarda insanların onun kimliyi ilə maraqlanmaqları, sonuncu nəticə hissəmizdə isə məhz onun ticarət markasının üzərində özünün görünüşləri idi və deyir ki, Redenbacher tarlada yetirilmiş təbii məhsul üçün mükəmməl satıcı oldu və burada biz rahatlıqla elə D cümləsini, yəni kommersiya işlərində məhsulun cəlbedici simasının olması önəmlidir fikri elə şagirdimiz doğru götürmüşdü. Məsələn, burada var nəvənin mükəmməl istedadı heç kimin gözündən qaçmırdı, orada elə bir şeyimiz yox idi. İnsanlar özlərini təqdim etmək üçün gözəl nitqə sahibi olmalıdırlar. Bu yerinə görə, mətnə görə doğru olsa da, amma nəticədən əvvələ görə doğru yanaşma deyil. Uğurlu işin başlaması üçün düzgün qarğıdalı seçim
seçimi önəmlidir. Bu doğrudur, amma nəticəyə yox. Ən azından girişə vermək olar bunu. Ona görə elə D doğru cavab versiyası idi. 15-də hansı cümlədə sahə sözünün mətndə verilmiş sözlə eyni mənanı verir? Burada sahə sözünə baxsaq, deməli deyir ki, Redenbacher ticarət sahəsində, yəni burada məcazi mənadadır və bizə də burada eynisini istədiyinə görə deməli biz məcazi mənanı axtarmalıyıq. Əkin sahəsi həqiqi mənadadır. Yaşadığı sahə ərazi həqiqi mənadadır. Yaşayış sahələri həqiqi mənadadır, amma C-də təhsil sahəsi məcazi deyil. Ona görə də C doğru cavab versiyamız idi. 16-da nömrələnmiş cümlələrin birinin mətnlə əlaqəsi zəifdir və burada birinci cümləmiz olacaq. Çünki buradan giriş hissəsinə baxsaq mətndə deməli Redenbacher'in popkorna marağından danışılır. Orada deməli qüsursuz qarğıdala dənəsi axtarmağından danışılır. Birinci cümlədə isə qarğıdalının faydası deyir. Qarğıdalının tərkibində maddələr mal-qaranın südünü artırır. Yəni ümumiyyətlə mətnlə əlaqəsi olmayan cümlədir. Öz-özlüyündə doğrudur, amma bu mətndən bağlılığı zəifdir. Məsələn 2-də deyir ki, məhsulun dərilmə prosesindən qablaşdırma prosesinə qədər hər şeyin vacib olduğunu düşünürdü. Bu onun öz belə deyək də ortaya qoyduğu məhsulla dərindən maraqlandığını göstərir. Sonra özünün maraq cəlb etmək üçün görünüşündə qeyri-adi buynuzlu bəzədilmiş eynəklə və qəribə yaxalıq taxmış şəkildə özünü təqdim etməsi də maraq cəlb etmək üçün mətnə görə doğru cavabdır. Həmçində ticarət markasında özünün səmimi görünüşlərindən diqqət çəkməyi yenə də mətndən əlaqəlidir. Yəni orada qarğıdalının mal-qara ilə əlaqəsi mətnlə bağlı cümlə deyil. Ona görə elə 16-da da D, yəni birinci cümləmiz doğru cavab versiyası idi. 17-də isə mətnə əsasən verilmiş fikrə uyğun gələn faktı müəyyən edin deyir. Redenbacher məhsulun ən xırda nüansına belə fikir verirdi. Bunu da biz hardan götürə bilərik? Elə bayaqları baxdığımız hissədəki ən xırda işlərlə belə özü məşğul olurdu. Baxın, elə A cümləsində deyilir. Əkin yerindən satış nöqtəsinə qədər məhsula nəzarət edirdi. Bu da mətnimizdə deməli hansı hissədə idi? Bircə dəqiqə. Bu da deməli o məhsulun dərilmə prosesindən qablaşdırılma prosesinə qədər təzə və təravətli saxlamaq üçün nəzarətin vacib olduğunu başa düşdü və deməli bircə dəqiqə. Deməli, yəni onun o sahədən məhsulun əldə edilməsi hissəyə qədər olan hər bir şey onun elə məhsula necə diqqətlə yanaşdığını göstərə bilər. Elə burada cavabımız A variantıdır. Digərlərinə baxsaq 17-də elə cavabımız A olacaq. Qiymətlərin daha da yüksəyə qalxmaması üçün tapşırıq vermişdi, elə bir şey yox idi. Reklam çarxlarında göz önündə popkorn hazırlayırdı, elə bir şeyimiz yox idi. Məhsulun müəllifinin gizli qalmasına xüsusi önəm verirdi, belə bir şeyimiz də yox idi. Yəni burada da fakt A elə mətnlə birbaşa əlaqəli cümləmizdir. 18-də bizdən uyğunsuzluğu istəyir. Birdə deyilir ki, yönlük hallı ismin işləndiyini dəqiq söyləmək mümkündür. Elə bir yanlış cavabımızdır. Çünki nümunədə dəliyə bax nümunəsi idi. Əgər bu sözümüz dəlikdirsə, o zaman sonda Q-yu əvəzlənməsi olub düşünə bilərik. Dəlik ismi. Amma yox, biz sifətin isimləşməsi məqamında dəli, yəni ağıllının antonimi olaraq düşünsək, o zaman burada ehtimal olacaq ki, bu ya yönlük hallı sifətdir, ya da yönlük hallı isimdir. Bizə isə burada deyir ki, dəqiq söyləmək mümkündür. Uyğunsuzluq üstü ilə biri doğrudur. 2-də qayda verilib, saitlə bitən sözlərə yalnız saitlə başlayan hal şəkilçisi artırdıqda bitişdirici samitdən istifadə olunur. Nümunədə isə onun ağlında yeni fikirlər var. Ağlında sözündə isə göz görə-görə mənsubiyyətimizdir və artıq burada mənsubiyyətlə halın arasında biz bitişdiricinin işləndiyini görə bilirik. Hansı ki, ağlı sözündə saitlə bitir. Dadə yerli hal şəkilçimizin arasına, yəni əslində bitişdiricilərin funksiyası iki sait arasında işlənməkdir. Amma ağlında nümunəsində I-sait, dadə yerli hal samitlə başlayır. Bu da bitişdiricilərin bir növ öz funksiyasını yerinə yetirməməyinə aid nümunədir. Yəni qayda doğrudur, amma verilmiş nümunə yanlışdır. Uyğunsuzdur, bunu da götürərik. 4 fərqli nitq səsinə aid nümunə işlənmişdir. Yuxarıdakılarda yuxarı sözü çaşdıra bilər şagird, amma dakı yalnız sifət yaradır. Sifət, zəhmətkeş sifət, münasibət isim, dəyişmişdi feildir. Deməli dolayısıyla 4 yox, 3 nitq səsinə aid nümunə var. Elə cavabımız 1, 2, 3 B çıxar. 4-də deyir ki, yiyəlik hal şəkilçili söz isim deyil, kimsəsizin dostu ol, kimsəsizdə bəli, kimsəsiz, deməli, kimdən kimsə əvəzliyi, kimsə əvəzliyindən kimsəsiz sifəti yaranmışdı. Bu doğruya doğru nümunə idi. Cümlədə işlənmiş sözlərdən biri həm əsas, həm də köməkçi nitq səsi kimi düşünülə bilər. Artıq fikir bildirmə. Burada da artığımız yerinə görə bir qüvvətləndirmə məqamında deyə bilərəm ki, artıq fikir bildirmə ədat ola bilər və yaxud da deyirəm əskiyin antonimi, yəni artıq fikir bildirmə. Burada fikirə aid olan sifət məqamında da düşünülə bilər. Bu da doğruya doğru nümunə idi. 19-da verilmiş cümlələr üçün
ortaq ola bilməz. Gözləri səmaya dikilmişdi. Hər arzusu bir ulduz olmuşdu. Bütün şeirləri əzbərlənirdi. Məşhurluğu get-gedə artırdı. Və bizə bunlar üçün ortaq olmayan nümunəmiz lazımdır. Demək, bir də deyir ki, hər iki cümlədə sifəti əvəz edən əvəzlik. Burada hər deməli təyin əvəzliyimizdir. Burada da bütün təyin əvəzliyimizdir. Deyir, əvəzliklər quruluşca sadədir. Bəli, bu ikisi üçün də deməli bircə dəqiqə bizə nə edirdi? Verilmiş cümlələr üçün ortaq ola bilməzi soruşur. Aha, deməli hər iki cümlədə sifəti əvəz edən əvəzlik quruluşca sadədir. Deməli, bunu doğruya götürərək bizə ola bilməz deyir. Hər iki cümlədəki təsriflənən feillər keçmiş zamandadır. Keçmiş zamanda olmuş ididə muşumuz var, doğrudur. Get-gedə artır ididir. Burada ır zamandı, d hissəcikdir. Ona görə ikini burada fakt götürər. İndi bir də baxarıq. 3-də deyilir ki, hər iki cümlədə mənsubiyyət şəkilçili isimlərdən biri təsirlik haldadır. Mənsubiyyət şəkilçili isimlərdən biri deyərkən, deməli, burada gözlərini dikməkdir, bu heç. Arzusu adlı haldadır, götürmərik. Bütün şeirləri əzbərlənirdi, burada da yenə adlı haldadır. Get-gedə məşhurluğu artırdı. Deməli, hər iki cümlə üçün ortaq götürə bilmərik. Bu da yanlış cavabdır. Rahatlıqla bunu da götürmək olar. Cümlədə adlı hal ismin işləndiyini əminliklə söyləmək olar. Bəli, bunu ən azından götürə bilərik. Hər arzusunda o adlı haldadır. Məşhurluğu artırdı, adlı haldadır. 4 ortaq olar, bu baxımdan götürmərik. 5-də isə deyilir ki, hər iki cümlədə feillərdən biri qayıdış, digəri məlum növdədir. Bu deməli yanlışdır. Niyə görə? Çünki ulduz olmuşdu, ona burada deməli məlum növdədir. Digərində artırdı da məlum növdədir. Ən azından hər iki cümlədə feillərdən biri dediyinə görə bu tərəfdən də bütün şeirləri əzbərlənirdi. Əzbərləmək kimsə tərəfindən məchul növdədir. Gözləri səmaya dikilmişdi. Dikməkdən dikilmək. Yerinə görə bu deməli ortaq versiya kimi hər iki cümlədə feillərdən biri qayıdışdadır, yanlışa gedəcək. Çünki dediyimiz kimi ən azından burada əzbərlənirdi, kimsə tərəfindən məchuldur, artırdı da məlumdur. Biz ikisinə də qayıdış deyə bilmərik. Deməli, burada doğru cavab versiyamız 2, 3 və 5, yəni B variantı olacaq. Bir doğru fikridir, çünki hər ikisində əvəzlik quruluşca sadədir. Burada hər əvəzliyimiz, üzərini təmizləsək, deməli, burada hər əvəzliyimiz, burada isə bütün əvəzliyimiz yerinə görə quruluşca sadədir. Deməli, B doğru cavab versiyasıdır. 20-də isə hansı cümlədə durğu işarəsi səhvi yoxdur? Burada isə sonuncuda D doğru cavab versiyası idi. Çünki çox peşman idi. Çünkidən əvvəldə vergül qoyulur, amma sonra qoyulub səhvdir. Həqiqətəndən sonra vergüldə doğrudur, amma o da bizə haqq qazandırırdı da, bağlayıcı gələndə qoyula bilməz, yanlışdır. Onlar da, bunlar da bizi dinləmirdilər. Burada bunlar da sadalama bitir, artıq ondan sonra vergülə ehtiyac yoxdur, yanlışdır. İndiki deməli tabeli bağlayıcıdır və biz bilirik ki, şərt və güzəşt bağlayıcılarında bağlayıcıdan sonra yox, onun bitdiyi budaq cümlədən sonra vergül qoyulur. İndiki belə oldu. O zaman özün qərar ver. Yəni D doğru cavab versiyası idi. Belə, bu da qəbul imtahanımızın izahı.